Salam hörmətli izləyicilər. Bu gün qarşınızda Wins Akademiyadan Fuad müəllimdir. Bu gün qarşımızda sual cümlələrlə bağlı bir testimiz var. Gəlin bir yerdə analiz edək və doğru cavabı tapaq. Deməli, baxırıq ki, sual əvəzliyimiz when-dir və tez when-in düsturunu yadımıza salırıq ki, when-in ardıcılığı belədir sual cümləsində. When-dən sonra köməkçi fe'l, sonra mübtəda, sonra xəbər gəlir. İndi baxaq görək hansı variant bu ardıcılığı pozur. Məsələn, baxanda görürəm ki, B variantında when sual əvəzliyindən sonra dostlar, mübtəda gəlir. Bu yanlışdır, buna çıxırıq. Sonra D variantı səhvdir ki, when-in düsturu belə idi. When, sual əvəzliyi, köməkçi fe'l, mübtəda ondan sonra xəbər gəlməli idi. Yəni burada pronoun xəbər gələnməz deyə D variantında çıxırıq. Y variantına baxanda düstur ardıcılığını qoruyur. Yəni when, have köməkçi fe'l, mübtəda ondan sonra xəbər gəlib. Düstur ardıcılığı qorunur. Amma problem nədir? Zamanlar bölməsindən bilirik ki, when-dən sonra heç vaxtı bitmiş zaman gəlməz. Yəni, have-dən sonra pasportulu fe'l gəlirsə, bu bitmiş zamandır və when-dən sonra bitmiş zaman işlənməz. Ona görə biz Y variantında çıxırıq. Baxırıq ki, A variantı və C variantında düstur ardıcılığı qorunur. İkisində də köməkçi fe'l, mübtəda sonra published, xəbər gəlib. Amma məsələ nədir? Buradakı sual cümləsinin səhv olma səbəbi uzlaşma qaydasıdır. Baxırıq ki, burada mübtəda result S-dən cəmdədir və cəmdədirsə mübtəda xəbərlə uzlaşmasına görə, mübtəda cəm olduğuna görə was-u çıxırıq, çünki was yalnız üçüncü şəxsin təki ilə uzlaşır. Buna görə biz A variantında çıxırıq, B variantında zaten çıxmışdıq, doğru cavabımız qaldı C variantı.